Urmudakı Uriyad Mal Ticarət Mərkəzində Traktor və Şams Azər komandaları arasında keçirilən futbol qarşılaşmasının canlı yayımı qəfildən ləğv edilib. Bu oyunu canlı izləyə bilmək üçün ticarət mərkəzinə 15 minə qədər azərkeşin gələcəyi gözlənilirdi. Xatırladaq ki, Qoşaçay Şəhər Şurası da bu qarşılaşma üçün şəhər televiziyasının yayım lisenziyasını ləğv edib. Ölkənin digər bölgələrində keçirilən idman yarışlarının ictimai yayımı adətən maneəsiz aparılsa da, son günlər Azərbaycan şəhərində traktorun oyunlarına qarşı bu yanaşma azərkeşlərdə bəzi suallar doğurub. Tehran Universitetinin bir qrup tələbəsi C proqramlaşdırma dili təlim kitabını Azərbaycan türkçəsinə tərcümə etməyə müvəffəq olub. C yazılım deyil adlı bu kitab hal-hazırda İranda türklərin ana dilində ilk proqramlaşdırma kitabı hesab olunur. Qeyd edək ki, Tehran Universitetinin illərdir ki, təkdillik diskursunu və pan-fars hərəkatlarının hökmranlığını möhkəmləndirən mərkəzlərdən biri kimi tanınır. Belə bir mühitdə çoxsaylı təzyiqlərə, senzuraya, marjinallaşmaya baxmayaraq bu universitetin türk tələbələri lingvistik ayrı seçkiliyin sərhədlərini aşaraq bu elmi işin möhkəm əzmi ilə cəmiyyətə təqdim edə biliblər. Layihənin tərcüməçilərindən biri deyib. Biz bu işlə sübut etdik ki, dil kimliyimizə məhəl qoyulmayan bir mühitdə böyüsək belə, ana dilimiz elm və texnologiyanın dili ola bilər. Bu kitabın nəşri təkcə Azərbaycan türkçəsində elmi təhsil yolunda mühüm addım deyil, həm də qeyri-bərabər akademik strukturdakı türk tələbələrin mədəni müqavimətinin və kimlik axtarışının simvoludur. Kitab türk dilinin təhsil və bilik istehsalının ən yüksək pillələrində iştirak etməyə layiq canlı elmi bir dil olduğuna dair açıq bir mesajdır. Amerika administrasiyası İranın neft və neft-kimya məhsullarının ticarətində iştirak etdiyinə görə İran, Birləşmiş Ərəb Əmirliyi və Türkiyədə yerləşən 7 quruma sanksiya tətbiq edib. Bu barədə Amerika Dövlət Katibi Marco Rubio bildirərək deyib. Dövlət Departamenti İranın neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan 7 quruma qarşı sanksiyalar tətbiq edir. Sənəddə həmçinin 2 gəminin də sanksiyalara məruz qaldığı qeyd edilir. Məhdudiyyətlər Birləşmiş Ərəb Əmirliklərində yerləşən 5 şirkətə, İranın Keyna, Sanjesh Azma şirkəti və Türkiyənin Kimpas təşkilatına təsir edib. İran Husilərə verdiyi dəstəyin əvəzini ödəyəcək. Bunu Amerikanın müdafiə naziri Pete Hegseth özünün X hesabında yazıb. Pete Hegseth yazıb, İrana mesaj, Husilərə ölümcül dəstəyinizi görürük, nə etdiyinizi dəqiq bilirik. Siz Amerika ordusunun imkanlarının nədən ibarət olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Bunun əvəzini müəyyən etdiyimiz vaxt və yerdə ödəyəcəksiniz. Amerika Müdafiə Nazirinin sərt xəbərdarlığı Amerika və İran arasında danışıqların 4-cü raundundan cəmi 3 gün əvvələ təsadüf edir. Qeyd edək ki, Donald Trumpın yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff mayın 3-də İtaliyanın paytaxtı Romada Abbas Əraqçı ilə danışıqların 4-cü raundunu keçirməlidir. İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətrafında asayişin bərpası əməliyyatında iştirak edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücum edib. Məlumata görə İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə ən azı 5 zərbə indirib. Hücum Dəməşqdəki keçid hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərinin paytaxtının cənub-qərbindəki duruzların məskunlaşdığı Səhnayaya nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiklərini açıqladıqdan sonra həyata keçirilib. Dəməşqdəki tibbi mənbələr gündüz saatlarında Səhnayada baş vermiş qarşıdurmalarda öldürülən təhlükəsizlik qüvvələrinin sayının 11-dən 16-ya yüksəldiyini bildirib. Üsyançıların itkiləri isə 6 nəfərə çatıb. İsrail PUA-larının zərbəsi nəticəsində bir Suriyalı təhlükəsizlik zabiti ölüb. İsrail Müdafiə Qüvvələri Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrail Katsın əmri ilə önləyici zərbə indirdiyini açıqlayıb. Fələstin hərəkatı Həmas İsveçrədə qadağan ediləcək. Bu barədə ölkənin Federal Şurasının məlumatında bildirilib. Qeyd edilib ki, qadağan mayın 15-dən qüvvəyə minəcək.
Qərar dünən 30 aprel tarixində Şuranın iclasında təsdiqlənib. Ölkədə Həmas və onunla əlaqəli təşkilatların qadağan edilməsi haqqında qüvvədə olan federal qanun İsveçrə hakimiyyətinə bir sıra alətlər təqdim edir. Buraya ölkə ərazisində Fələstin təşkilatının fəaliyyətinə və onun dəstəklənməsinə qarşı tədbirlər görmək üçün alətlər daxildir. Xüsusilə bu qanun polisi ölkəyə giriş qadağası və deportasiya kimi preventiv tədbirlər tətbiq etməyə imkan verir. Hakimiyyət orqanları bunun Həmasın İsveçrədən maliyyə mərkəzi kimi istifadəsini çətinləşdirəcəyini və ölkə daxilində təhlükəsizliyi gücləndirəcəyini gözləyirlər. Amerika dövlət katibi Marco Rubio Hindistanın Xarici İşlər naziri Subramanian Jaishankarla telefon danışığı aparıb. Dövlət Departamentindən yayılan məlumata görə, tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Rubio vurğulayıb ki, Amerika Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Yeni Dehlini ölkələr arasındakı gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb. Lübnan ordusu Hizbullahın silahlarını müsadirə etmək və bölgədə hər hansı silahlı fəaliyyətin qarşısını almaq məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın əsas məqsədi təhlükəsizliyə nəzarəti rəsmi hərbi strukturların ixtiyarına verməkdir. Xatırladaq ki, daha əvvəl Lübnan prezidenti Joseph Aoun birmənalı şəkildə Hizbullahı tərkislah etmək üçün gücdən istifadə etməkdən imtina etdiyini açıqlamışdı. Lakin o, Lübnan dövlətinin silahlı qüvvələrinin silah daşıyan yeganə qurum olması lazım olduğunu təkid edirdi. Onun fikrincə, Hizbullaha qarşı kobud güc tətbiq olunarsa, vətəndaş müharibəsi realdır. Lübnan silahlı qüvvələrinin keçmiş ordu komandiri Hizbullahın siyasi partiya olaraq fəaliyyətinə davam edəcəyini, ancaq silahlı qrup ola bilməyəcəyini söyləyib. O iddia edib ki, Lübnan hakimiyyəti ölkənin təhlükəsizlik qüvvələrinə qoşulmaq istəyən Hizbullah üzvlərinə xoş gəldin deyəcək.